Əziz xanımlar, HPV virusundan qorxmayın. Hər gün nə qədər gözəl xanımlar qəbul edirəm və HPV virusu adı çəkən kimi bir çoxunuz ağlayırsınız. Ya Allah xanım, biz qorxuruq, bizə dedilər xərçəng olacaqsın. Dəfələrlə bu haqda video çarx çəkirəm, maarifləndirirəm. Qorxmaq lazım deyil, əzləm. Bəli, uşaqlıq boyunu xərçəngin əmələ gəlməsində bir başarılı olan HPV-nin yüksək onkoloji riskə malik olan tiplərdir. Amma 5 qadının 5-i də buna yoluxubsa, o demək deyil ki, 5-i də xərçəng olacaq. Sadəcə risk qrupuna aidik. Ona görə də protokol nə deyir? Deyir ki, hər 6 aydan bir müayinədə olun. HPV pozitiv çıxarsa, kolposkopiya edəcək. Kolposkopiyada xoşa gəlməz sahələr olarsa, əməliyyat təklif edəcək. Yəni ya konizasiya, ya lip əməliyyatı və yaxud da pap test müayinəmizi maşallah bütün qadınlarımız son vaxtlar gəlir, rutin olaraq 6 aydan bir keçir. Niyə qorxursunuz ki? Əgər nəzarətdəsinizsə, yadınıza saxlayın, sizdə xərçəng olmaz.